Mən və sən mahnısını oxu, şəkil çəkdirək vəssalam. Çünki sən bizim sirkdə həmin balaca sözə baxan ayı olmalısan. Biz artıq öz balaca həqiqətimizdə sənə yer düzəltmişik və nə qədər çox bizim o balaca həqiqətə uyğunlaşsan, o qədər çox səni qaldıracağıq. Bu sirkə müxtəlif fikir məktəblərində, fəlsəfə cərəyanlarda müxtəlif adlar verilir. Amma fərqi yoxdur necə adlandırırsan. Məsələn, uzunluğu metrə ilə ölçürlər bir ölkədə, başqa birində fut ilə ölçürlər, keçmiş zamanlarda arşın ilə ölçülürdü. Yəni, hansı terminlərdən istifadə etməyimizdən asılı olmayaraq eyni məfhumdan danışırıq. Və bütün bu adlar hardasa şərti adlardır, metaforalardır. Bugün istəyirəm 3 ad üzərində dayanaq. Matrix, Clown World, Upside Down World. Müasir polemikada daha çox bu terminlərlə üzləşəcəksiniz. Matriça, böyük ehtimal bu filmə baxmısınız. Neo adlı qəhrəman bir gün anlayır ki, yaşadığı dünya kompüterin içindədir və süni intellekt, texnologiya insanlığa qalib gəlib, onu qul kimi istifadə edir. Hər insanın bədəni bir batareyadır və robotlar insanların həyat enerjisi ilə qidalanırlar və insanlar buna qarşı çıxmasın deyə onların beyinləri xüsusi naqillər ilə Matrix deyilən qlobal bir kompüter proqramına qoşuludur. Və bu batareya rolu oynayan insanlara yuxu kimi bir reallıq, süni bir həyat göstərilir. Binalar, küçələr, iş yeri, amma hamısı proqramdır, saxtadır. Və bu Matrix daxilində agentlər var. İnsan cildindədirlər, amma əslində bu proqramın, Matrixanın antivirus sistemi kimidir. Bu agentlər tək-tük oyananları məhv etməyə çalışırlar ki, cəmiyyəti yuxudan oyatmasınlar. Və film boyu yuxudan ayılmış Neo bu agentlərlə mübarizə aparır. Clown World. Klonlar dünyası, bu daha çox politikada işlənən ifadədir. Nə vaxt ki görürsən hər şey absurddur, mənasızdır, irrasionaldır. Dünyada baş verənlər o qədər məntiqsizdir ki, sanki bir illüziya var, xaos var. Onda deyirlər ki, biz klonlar dünyasında yaşayırıq, xaotik və yaramaz bir dünyada yaşayırıq. Üçüncüsü Upside Down World. Başayaq dünya deməkdir. Hər şeyin tərsinə olduğu bir yer. Pisin yaxşı, ağın qara, sağın sol olduğu bir dünya. Bizim folklorumuzda belə bir nağıl var, Ağatlı oğlan. Orada bir div nurani bir qoca cildinə girir və şahın oğlunu aparır qaranlıq dünyaya. Məqsədi odur ki, oğlanı bişirib yesin. Və oğlan bu divin həyətinə girəndə 2 ev heyvanı görür, at və it. Görür ki, bu dırnaq içi nurani kişi atın qabağına ət qoyub, itin qabağına ot qoyub. Heyvanların yeməyini tərsinə qoyub. Və bunu görən oğlan tez yeməklərin yerini dəyişir. Sanki bu tərs dünyanı, başayaq dünyanı azca nizama salır. Bu nağılın özündə bizə bir ipucu verilir ki, bu divin işləri tərsdir. Əslində nağıllara qeyri-ciddi bax.